Son günlər İrandan Azərbaycana yersiz ittihamlar artıb. Bu ölkənin səhər kanalı Bakını İsrailə kömək etməkdə və başqa absurd məsələlərdə suçlayır. Azərbaycan mediasında bu sərsəm iddialara tutarlı cavab verilir. Buna baxmayaraq, heç bir fakta əsaslanmayan iddiamlar dayanmır. Siyasi şərhçi Asif Nərimanlı bu mövzuda özünün Facebook hesabında təhlil yazısı paylaşıb. İran Azərbaycana qarşı təbliğatında əsas rupor olan Səhər kanalı İsrailin hücumlarına görə Bakını ittiham edib. İsrailin Azərbaycanda hərbi bazalarının olduğunu, İranda casus fəaliyyətinin buradan aparıldığına, eləcə də Muqamda hərbi obyektlərin və Təbrizin bombalanmasının bu bazadan həyata keçirildiyini iddia edirlər. İran İsraillə müharibədə həmişə olduğu kimi yenə sionistləri Araz sahillərində axtarır. Daha önce İsrail Suriyada İranın mövqelərini bombalayanda, Dəməşqdəki konsulluq binasını yerlə bir edəndə, dronları tırlarla İrana daşıyıb xüsusi əməliyyat keçirəndə də eyni axtarışlar aparılmışdı. İndi də eyni taktikaya əl atırlar. Çünki kiçik İsrail qarşısında çıxılmaz vəziyyətə düşən İran hakimiyyəti məğlubiyyətə bəhanə tapmalıdır. İndiyə qədər İranın qüdrətindən İsraili bir gecədə yer üzündən siləcəklərindən danışan rejim bir gecədə ova çevrildi. Kiçik İsrail 2000 kilometr uzaqlıqdan gəlir, bir gecədə İranın bütün hərbi rəhbərliyini sıradan çıxarır. Hava məkanını nəzarətə götürür, raketlərini, nüvə obyektlərini, nüvə alimlərini, bir sözlə hərbi potensialını yerlə bir edir. Və bütün bunlar baş verərkən İranın hərbi rəhbərliyi, generalları yatırdılar. Elə yatdıqları yerdə öldürüldülər. 46 ildir İranın böyük qüdrətindən danışan, İsraili bir zərbə ilə yer üzündən silə biləcəyini deyən İran rejimi üçün dəhşətli mənzərədir. İsrailin bir gecədə İranı necə iflic edə bildiyi də artıq sir deyil. İranın hərbi və nüvə obyektlərini, ümumilikdə müdafiə sənayesini sıradan çıxaran zərbələrin böyük hissəsi başqa yerdən yox, məhz ölkənin daxilindən indirilib. Daha öncə də baş verdiyi kimi, İsrail dronlarını istehsal edən müəssisələrin aşkarlanması, PUA daşıyan tırların saxlanılması, casusların tutulması, bütün bunların İranın özü tərəfindən etiraf edilməsi deməkdir. İndi İran rejimi baş verənlərə görə ya öz bacarıqsızlığını qəbul etməlidir, ya da rejim öz zəifliyini örtbasız etmək üçün ikincini, yeni düşmən obrazının yaradılmasını seçir. Azərbaycana qarşı irəli sürülən ittihamlar da məhz bundan qaynaqlanır. Bu ittihamların Səhər kanalı tərəfindən irəli sürülməsi isə sifarişin İran rəhbərliyi tərəfindən verildiyi və qarşıdakı günlərdə geniş kampaniyaya çevrilə biləcəyi ehtimalını önə çıxarır. ABŞ diplomatik səylərini bərpa etmək istəyirsə, İrana qarşı növbəti zərbələri istisna etməlidir. Bunu İran Xarici İşlər Nazirinin müavini Məcid Taxtirəvançı deyib. Onun sözlərinə görə Donald Trump administrasiyası vasitəçilərin yardımı ilə Tehrana danışıqlar masası arxasına qayıtmaq istəyini çatdırıb. Lakin Vaşinqton sonraki hücumlarla bağlı vacib məsələ barədə mövqeyini aydınlaşdırmayıb. İranın nüvə proqramını hər hansı razılaşmanın bir hissəsi kimi nəzərdən keçirə biləcəyi ilə bağlı suala nazir belə cavab verib. Biz niyə belə bir təkliflə razılaşmalıyıq? Uranın 60% də zənginləşdirilməsi də daxil olmaqla proqramının dinc məqsədlər daşıdığı bir daha vurğulayıb. Rəvançı qeyd edib ki, ABŞ İranın ali rəhbəri Ayətullah Əli Xameneyə də mesaj göndərib. Onlar bildiriblər ki, İranda rejim dəyişikliyində iştirak etmək istəmirlər. Ola bilər ki, İranlılar hakimiyyətin bəzi hərəkətlərini tənqid edir. Lakin söhbət xarici təcavüzə gəldikdə ona müqavimət göstərmək üçün birləşəcəyik. Dmitri Peskov deyir ki, Rusiya daxilində hüquq-mühafizə orqanlarının işi, addımları Azərbaycanın diplomatik demarşına, Xarici İşlər Nazirliyinin açıqlamalar verilməsinə səbəb olmamalıdır. Tam mənasız, hətta absurd yanaşmadır. Azərbaycan hüquq-mühafizə orqanları Rus evini haqlı səbəblərə görə bağlayanda, niyə Rusiya Xarici İşlər Nazirliyi məsələyə müdaxilə etməyə çalışırdı? Və ya bugün Azərbaycan polisi, Daxili İşlər Nazirliyi, Sputnik Azərbaycan agentliyinin ofisində əməliyyat keçirir. Peskovun məntiqi ilə Rusiya Xarici İşlər Nazirliyi buna münasibət bildirməməlidir. Amma edəcəklər. Dəfələrlə də ediblər. Bu sözləri ixtisasçı ekspert Natiq Cəfərli qeyd edib. Rusiyanın ən böyük problemi tutarsızlıq,
eyni məsələyə müxtəlif yanaşmasıdır. Məsələn, İsrail və ABŞ deyir ki, İranın suveren ərazisinə havadan müdaxilə etmək olmaz. Bu, beynəlxalq hüququ pozmaqdır. Özü isə həm havadan, həm qurudan Ukraynaya təcavüz edib, bu ölkənin suverenliyini tapdalayıb, torpaqlarını işğal edir və ya Rusiyanın Ukraynada yaratdığı separatizmə haqq qazandırmaq üçün millətlərin öz müqəddəratını təyin etmə hüququna əsaslanır. Amma öz ərazisində öz müqəddəratını təyin etmək istəyən Çeçenistana divan tutdu. 100 min Çeçen qətlə yetirildi. Ya da Belarusla ittifaq dövləti qurur. Bunun beynəlxalq hüquqa söykəndiyini, ölkələrin təbii haqqı olduğunu söylüyor. Amma Azərbaycanın Türkiyə ilə hərbi təhlükəsizlik ittifaqı qurmasına qıcıq olur, qəbul etmək istəmir. Siyahını uzada da bilərəm. Rusiyanın tutarsızlığı elə bu ölkənin özünün gələcəyinə ciddi təhdiddir. Çünki bir gün qurduqları hüquqi tələyə elə özləri düşəcəklər. Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq ağır yükləri daşıya bilən yerüstü döyüş dronu Muraviyə istifadəyə verib. Yeni kompleks mina sahələrində və atəş altındakı ərazilərdə fəaliyyət göstərmək qabiliyyətinə malikdir. Bu barədə Ukrayna kütləvi informasiya vasitələri məlumat yayıb. Muraviyə 500 kiloqramdan artıq yükü onlarla kilometr məsafəyə daşıya bilər. O, radio-elektron mübarizə təsirlərinə qarşı davamlıdır. İdarəetmə qalanları isə xüsusi qorunma ilə təchiz olunub. Dron eyni zamanda çay keçidlərindən də keçə bilər. Bu, Ukraynanın bu sinifdə istismara verilmiş ilk yerüstü döyüş dronudur. İran Xarici İşlər Nazirliyinin sözcüsü İsmail Beqai keçirdiyi brifinqdə jurnalistin ona ünvanladığı İsrail dron atmaq üçün Azərbaycan torpağından istifadə edilmə sualına belə cavab verib. İstisnasız olaraq bütün qonşu ölkələr bizi əmin etdilər ki, Siyonist rejimin İrana qarşı hücumları üçün öz məkan və ərazilərindən sui-istifadə etməsinə imkan verməyəcəklər. Mən burada qətiyyətlə bildirirəm ki, qaldırdığımız bütün məsələlər müvafiq dövlətlər tərəfindən açıq və qəti şəkildə rədd edilib. Onun sözlərinə görə, qonşu ölkələr Tehranın gələcəkdə öz ərazilərindən İrana hücum olmadığına əmin ediblər. Beqai qeyd edib ki, İran Silahlı Qüvvələri, təhlükəsizlik və hərbi qurumlar hər bir hadisəni mütləq diqqətlə izləyəcək və məlumatlar paylaşacaq.